Şefşauen, Mərakeş. Mərakeşin şimalında yerləşən Şefşauen dünyanın ən qeyri-adi şəhərlərindən biri kimi tanınır. Mavi şəhər adlandırılan bu yaşayış məntəqəsində evlərin fasadından tutmuş dar küçələrə, pilləkənlərə, qapılara və pəncərə çərçivələrinə qədər çox saylı məkan mavi rəngin müxtəlif çalarlarına boyanıb. Rif dağlarının ətəyində yerləşən Şefşauen özünəməxsus görünüşü ilə hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı turistləri özünə cəlb edir. Mavi küçələri və ənənəvi Mərakeş memarlığı şəhəri xüsusilə fotoqrafiya həvəskarları üçün məşhur məkana çevirib. Şefşauenin əsası 1471-ci ildə qoyulub. Şəhər tarix boyu müxtəlif mədəniyyətlərin təsiri altında formalaşıb və bugün Mərakeşin ən diqqət çəkən turizm məkanlarından biri hesab olunur. Şəhərə daxil olan ziyarətçiləri ilk növbədə mavi rəngin üstünlük təşkil etdiyi küçələr qarşılayır. Evlərin divarları, qapıları, pəncərə çərçivələri və pilləkənlər müxtəlif mavi çalarlarla bir-birini tamamlayır. Bu mənzərə şəhərə nağıl səhnəsini xatırladan görünüş verir. Şefşauenin mavi rəngə boyanmış küçələri sosial mediada da böyük maraq doğurur. Demək olar ki, hər küçə fərqli foto imkanları təqdim edir və şəhəri araşdıran turistlər bəzən özlərini açıq havada sənət qalereyasında hiss etdiklərini bildirirlər. Şefşauenin niyə tamamilə mavi rəngə boyandığı ilə bağlı qəti və insanlar tərəfindən qəbul edilən bir izahatı yoxdur. Tarixçilər və yerli mənbələr bunun bir neçə səbəbinin ola biləcəyini bildirirlər. Ən çox yayılmış nəzəriyyəyə görə 1930-cu ildə bölgədə məskunlaşan Yahudi icmaları evlərini mavi rəngə boyamağa başlayıblar. Bu rəngin səmanı və mənəviyyatı simvolizə etdiyi düşünülür. Zaman keçdikcə ənənə şəhərin digər hissələrinə də yayılıb və Şefşauenin əsas xüsusiyyətinə çevrilib. Başqa bir fikrə görə isə mavi rəng isti havalarda insanlarda daha sərin və sakit atmosfer hissi yaradır. Şəhər sakinləri yay aylarında bu rəngin psixoloji baxımdan təravətləndirici təsir bağışladığını düşünürlər. Şefşauenin mavi rənginə dair yerli inanclardan biri də ağcaqanadlarla bağlıdır. Yerli əhali arasında mavi rəngin ağcaqanadları uzaqlaşdırdığı və suyu xatırlatdığı üçün bu məqsədlə istifadə edildiyi barədə fikirlər də var. Lakin bütün bu iddiaları təsdiqləyən qəti elmi bir sübut yoxdur. Ancaq səbəbi nə olursa olsun, mavi rəng bugün Şefşauenin ayrılmaz bir hissəsinə çevrilib. Şəhər sakinləri isə mavi görünüşü qorumaq üçün evləri və digər tikililəri mütəmadi olaraq yenidən mavi rəngə boyayırlar. Bu rəng palitrası artıq yalnız memarlıq xüsusiyyəti deyil, həm də şəhərin turizm brendidir. Mavi küçələr Şefşauenin sosial mediada geniş tanınmasına və dünyanın müxtəlif ölkələrindən turistlərin buraya axın etməsinə səbəb olub. Şefşauen təkcə mavi memarlığı ilə deyil, təbii mənzərələri ilə də diqqət çəkir. Şəhər Rif dağının arasında yerləşdiyindən burada gəzinti yolları, kiçik şəlalələr və mənzərəli təbiət məkanları da var. Bu xüsusiyyət Şefşaueni həm şəhər turizmi, həm də təbiət gəzintiləri üçün cəlbedici məkana çevirir. Şəhərin mərkəzindəki tarixi meydanlar,
dar mavi küçələr və ənənəvi Mərakeş memarlığını əks etdirən binalar turistlərin ən çox ziyarət etdiyi yerlər sırasındadır. Mavi rəngin hakim olduğu küçələri, tarixi irsi və Rif dağlarının fonunda yerləşməsi Şefşauyeni dünyanın ən fərqli yaşayış məntəqələrindən birinə çevirib. Şəhər bu gün də özünə məxsus görünüşünü qoruyaraq Mərakeşin ən diqqət çəkən turizm məkanlarından biri olaraq qalır. Vaxt ayırıb izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstək də ola bilərsiniz. Sağ olun.